Salam dostlar, Hillclip Zinc videosuna hoş gəlmişsiniz. Bugün sizlərlə birlikdə bu garajda söz verdiyim kimi buradakı açılsın, buradakı ən altdakı bu 500 elmaslı konteyner adlı sandıq qutumdur, nə də onasa. İlk öncə bir şey deyəcəm ki, bu belə yeni bir şey alanda belə burada hədiyyələr çıxır belə. Mən bu düz bu çöl həritəsində bir dənə də burada hədiyyə var. Vurdum, düz mənə şey verdi. Baxın, bunu silah birinci, düz efsanevi olan bunu verdi. Bunu. İndi bunu seçək. Bir dənə də sezonlardan eləmişdim. Sezonlardan isə V6 mı, V8 mi motor çıxmışdı, bilmirəm. İndi baxaq görək nə motor çıxıb. İnşallah V8 olar. Görək nədir? Ayda V6 imiş. Amma yenə də V6 da güclü motordur yəni. İndi bir testimiz elə birinci sizə söz verdiyim kimi bu konteyner 500 elmaslıq sandığı açacağıq. İndi hani burada açıram. 1000 elmaslıq elmasım gedir. Açıl susam açıl. Nətər idi o? Yallah. Açıl susam açıl. Birinci sandığımız gəldi. Və vurdum. Vurdum 20 yaxıt. Efsanevi çıxacaqmı? O sokak nəsə Pro 4 idi mi, nə idi mi? Yox, sokak Pro 4 normaldır, new, qəşəng. Efsanevi çıxsın. Çamur, sıralı 4, kış, nil. Qış həritələrində qəşəng olur. O elektrik təzə. O efsanevi qaz turbini. Qəşəng. Bu birincidir, indi ikincini açaq. Açıl susam açıl. O traktor. Efsanevi istəyirəm. Bunu da yüksəldə bilərəm, amma bunu çox da işlətmərəm. Təkər lazımdır, canavar təkəri. Çakıl, yox bu pis. İşlətmərəm. Nə bilim. O qəşəng. Bu gedə gəldi. İndi gedək, indi garajımıza. Garajımızdan birinci ən yaxşı motorlarımıza baxacağıq. İndi birinci V6, V6'ya baxacağıq. Bir də elektrik, bir də qaz turbinin denəyəcəyik. İndi birinci bunu gücləndirək maşının iskeletini. Deməli 80.000 verdim. 80.000 verdim ya. Nə oldu? İndi 2 AV'dır. Dəngə yaylar. İndi bunu eləmin nə təkər taxım? Sokak olar mı? Sokak nə bilim. Sokak yox. Qış taxım, qış. Hani kış. Kışı aldım. Ama biraz çizişti ama hiçbir şey olmaz. Bunu belə deyirəm. Bir də bunu da belə. Yox, qış həritəsinə girəndə edərik. Bunun yerinə ən yaxşısı. Sokak verək. Sokak. Sokak nadirdir. Bəs bu təkər nədir? Ən birinci. Çakıl genəldir. Bəs bu? Epikdir bu. Epik. İndi birinci V6 motorumuzla giririk. İndi başlayaq. Birinci ancaq bir kırsal hərtə ilə giririk. İndi bir dənə də fərqli olsun deyə günlük etkinlik eləmi ona giririk. İndi günlük işində düşük çekim, çekiş artırma, qış. Yəni otoban həritəsində belə ay kimi bir şey olacaq. Adyan bir ayar eləyəcəm. Den yadımdan çıxdı. Bu təkərləri biraz belə eləyim. Belə olsun. Çünki belə olmasa maşının altı yerə sürdür. Bax belə məsələn yaxşıdır. Zorluq 5200 metr sür. V6 motor taxmışıq. Yenə də yavaş gedir. Neyse. İndi hələ o birisi motorlar da baxacaq görək nətərdir. Bu deyəsəm mən bildiyimə görə bu otoban həritəsində şeydir, benzini az verirlər, az. Benzini həqiqi az verirlər. O birisi həritələrdə 60 metrdən 1 verirlər, amma burada 100 metrdən başlayır. İlginç. Bütün elmaslarım da getdi. Çıx. Zulum çəkirəyə çıxmaqda. Düş. İndi
Qış xəritəsində də qış xəritəsi deyirəm, qış təkərində də qəşəng gedər ya. Bu pisdir. V6 pis. Onun yerinə V6-ın elə taxaq. Bunun yerinə qışı taxaq, qış. Bunu da taxaq, qış. Seviyə 1. Taxdıq. Getdik. Ya Allah. Soruq 5 mi? Burada qəşəng gedir ha, qışda. Görürsünüz. Qış xəritələrində lazım olur. Kəş qış pro çıxsaydı qəşəng olardı. Çox qəşəng. Neyse, sür. Hələ 200 metrə çatmışıq. Amma ondan fərqlidir bu. O təkər belə, bu qış xəritəsidir, belə qardır, yadda o sürüşü eləyir də. Ona görə bu sürüşmü qəşəng gedir. Rekorumuz bilmirəm nə idi. Buralardan nəmi uduzmuşduq. Görək indi o rekoru keçə biləcəyik. Çatırıq mı görək. Deyəsən rekorumuzu keçəməyəcəyik. Görünür. Yox, keçdik. Bura qədər çatdıq biz. Ondan sonra buralardan nəmi uduzduq nəsə. İndi gedək baxaq da görək. 600 metr deyil. 100% rekorumuzu keçdik. Təkər biraz böyük olsaydı bu təkər çox qəşəng olardı. Gördüyünüz kimi qılaqıl gəldik də. Yəni biz bu benzini qılaqıl götürə bilirik də. Çünki bu xəritədə nəsə belə verir. Ucu-ucuna verir də. Yəni indi sonraki benzinliyə çata bilməyəcəyik. Yəni benzini götürə bilməyəcəyik. Amma təkər ilə o birisi təkərin fərqi var imiş. Neyse. Çıx. İndi nə qayaq? İndi həmən təkəri dəyişdirməyəcəm. Mən lüksat neçə istəyir? 30.000 pul. Bir də qaz turbini var. 80.000 pul. 80.000 çox deyil. Neyse, elektriklə davam edək. Görək nə tər olacaq. Getdik. Görək daha. O elektrik qəşəng gedir ha. Görürsən ən yaxşısı elektrikdir. Neyse, onu da bilmirəm. Elektrik bərt gedir. Çox bərt gedir. Sür. Amma elektrik V6-dan qəşəngdir. Bu oyunda bilmirəm, real həyatda da belədir. Məncə real həyatda deyəsən V12 motorlar güclü olur. Amma bu oyunda nəsə elektrik motorlar güclü olur. Nəsə. Hələ bu elektrik 1-dir. Elektrik 2 lap bərk gedir. 76 elmasımız oldu. Heç səsə çıxmır maşının. Sonra qaz turbininə də baxarıq. Sonra deyəcəm ümumiyyətcə hansı motor qəşəng idi. Mənim fikrimcə hələ ki ən yaxşısı elektrikdir. Yəni elektrik bir motor. Hələ ki elektrik bir motordur. Çünki bilmirəm, bəlkə qaz turbini bundan çox güclü olacaq. Onu dəqiq deyə bilmirəm. 800 metrdik. Görürsən 1000 metrə çata biləcəyik. Oje 900 qədər çatdıq. Sür. Qış pro olsaydı təkərlər daha da qəşəng olardı. Çox. 1000 metrə çatırıq. Hey, çatdıq. Yəni dala get, sür. Dala get. Ay, çox getmə. Ay. Sür. Onsuz çatdıq. Öyle bildim benzin çıxmadı deyə dedim ki bu niyə çıxmadı. Məyərsə bu elektrik şeylə işləyirmiş. Sür.
Çoxdur. O 1100 metrə qədər çatdıq. Uçuruq. Burada hava yer çəkimi olmayanda belə yuxarıda çox qalırıq deyə qəşəng pul qazana bilirik. 1100 oba 1200. 1200. Elektrik bizi bayağı bir çox gətirdi ha. Elektrik. Bir də təkərlər böyük olsaydı, bir də təkərlər qış bura olsaydı, lap əlanın da əlası olardı. Sür, bəlkə çatdıq. Ay, uçma. Nəsə benzin qutaranda nəsə telefon donur. PUBG-də yadda donmur, amma bunda yadda donur. Benzin qutaranda. İndi elektriki keçdi. İndi qaz turbini. Bu efsanevidir. Bu nədir? Epikdir. Görək hansıdır bu? Hansı qəşəngdir bilmək. Bildik də sən də. 3, 2, 1. Yallah. Bu nədir? Motordur bu. Hiç getmir bu. Cici də səsi var. Cici. 150 metrdir. Deyəsən, səsi pisdir. Amma yenə də belə normal kimi saymaq olar. Görək 1200-1300'ə qədər çata biləcəyik heç. Hələ ki rekor o elektrikdədir, elektrik motorunda. Hələ ki rekor. Yəni saymıram, bunu saymıram. Onsuz belədir, bunu saymırıq. Yəni, amma məqsədimiz onları müqayisə eləməkdir. Orada mənim xətam idi. Boynuma alıram. Hələ ki birincilik dediyim kimi elektriklər. İndi bilmirəm, bəlkə bu da qəşəng olar. Mənə nəsə bu çox da qəşəng gəlmədi. Heç normala da saymaq olmaz. Düz qılaqıl götürürük benzinləri. Qazla işləyirik, amma benzin bidonu götürürük. Məntiq hatası var burada. Görürsən, ən yaxşı iskelet hansıdır? Bu koca canavar. Yəni bu koca canavar efsanevi olan yaxşıdır, yoxsa o birisilər? Məncə efsanevi olmayacağı yəqin bu ola bilər. Çıx. Yəni çıxmır. Amma ümumi cəhətdən ən yaxşısı 1300 metrə qədər gələn ən yaxşısı budur. Elektrik. Yəni bu V6 onun ən pisi idi. Yəni onu hələ də gücləndirmişdim. Ona rağmen daha ən pisi o oldu. Yəni videomuz bu qədər idi dostlar. Gələn videoda nə eləmək istədiyimi, hansı maşınları almaq istədiyimi yorumlara bildirsiniz. Məni çox sevindirərsiniz və abunə olub like atmayı unutmayın. Sağ olun, salamat qalın.